Səadət Bayramova, mən Ömər Mehdizadənin valideyniyəm. Buranın sosial şəbəkələrdə reklam çarxları çıxırdı qarşıma. Orada danışan insanlara qulaq asırdım və mən gördüm ki, orada danışan insanlar, yəni müxtəlif təbəqənin insanlarıdır. Həyatlarında nəyəsə nail olmuş, öz şirkətlərini qurmuş. O insanlara qulaq asandan sonra mən sözün açığı bu kurs haqqında biraz ürəkləndik. Ola bilər ki, həqiqətən yaxşı kursdur. Bu qədər müsbət söz deyilirsə, özümüz də bir yoxlayaq. Məsələn, bu kursa gələndən sonra evladım kompüter qarşısında keçirdiyi vaxt daha səmərəli vaxt oldu. Çünki özü üçün, inkişafı üçün, gələcəyi üçün bu uşaq buradan həm öyrənir, həm də öyrəndiklərini tətbiq eləməyə başlayır. Məsələn, mən dedim ki, elə oyun düzət ki, sənin yaşıdların bu oyuna baxanda daha çox əylənsinlər, onlara daha çox xoş gəlsin. Və həqiqətən mən gördüm ki, uşaq müəllimlərinin bu 6 ay ərzində öyrəndikləri dərslərin əsasında çox maraqlı, çox əyləncəli, çox rəngarəng, məsələn, oyunlar hazırlamağa başladı. Boş vaxtını heç nə öyrənməyəcəyi oyunlara deyil, daha səmərəli, gələcəyi üçün buna lazım olan, yəni daha faydalı işlərlə məşğul olmağa başladı bu kursa gələndən sonra evladım.